Dostlar salam. Bu videoda mən sizə Excel VBA-də enum vasitəsilə, enumeration vasitəsilə öz cədvəllərimizdəki sütunları necə daha yaxşı idarə etmək olar, onlar haqqında nümunələrə baxmağa çalışacağıq. Dostlar, ümumiyyətlə enum constant integerlər toplusu kimi tanınır VBA-də ki, hansı ki birazdan o nümunələrinə baxacağıq və müəyyən xüsusi məsələlər üçün istifadə olunur və o xüsusi məsələlərdən biri də elə bu sütunların idarə olmasıdır. Videoda da mən sırf onu göstərməyə çalışacağım. Dostlar, bu video üçün qarşımızda kiçik bir deməli cədvəl var və bu cədvəlin təxmini 6 dənə sütunu var və sağ tərəfdə görmüş olduğunuz kodda isə, bu kodu daha əvvəlcədən mən yazıb hazırladım artıq. Bu kodda bu cədvələ yeni işçinin əlavə olması prosesini görə bilərsiniz. Dediyim kimi, kodu daha əvvəlcədən yazmışam, sadəcə istəyirəm ki, ümumi olaraq üzərindən keçim. Hansı ki, son sətri tapmışıq, hansı son sətrə yeni məlumat əlavə edəcəyik və bundan sonra isə hər bir uyğun sütuna, yəni həmin sütunun uyğun olan məlumatlarını, ID, ad, soyad və s. hansı departament çalışır, həmçinin salarısı, yəni əmək haqqısı nə qədərdir, gender və s. məlumatları var. Hətta bir dənə yoxlamaq gərəkirsə, run düyməsindən kliklədiyimiz zaman, baxın dostlar, hər bir sütunda və sətirdə uyğun məlumatları biz burada yazdıra bilirik. Yaxşı dostlar, belə bir hal baş verə bilər ki, bizim istifadəçimiz və ya ki bizim rəhbərimiz bizdən belə bir şey tələb edə bilər. Deyək ki, mən ID-dən sonra bu işçi ilə bağlı, misal üçün bir start date olaraq bir məlumat istəyirəm. Hansı ki, işə başlama tarixini bizə bundan sonra göstərsin. Dostlar, biz bunu əlavə etdikdən sonra təbii ki də bu kodda da eyni qaydada müvafiq dəyişikliklərimizi etməliyik. Çünki əks təqdirdə bunu bu şəkildə run etdiyimiz zaman, baxın dostlar, sütunların yeri düzgün olmayacaqdır. Yaxşı, bunu necə edəcəyik? Əslində, asandır bunu etmək də təbii ki də. Ən azından gəlib də birinci sütunda, yəni ki, ID sütunundan sonraki həmin sətirdə, kod sətrində sales lr2.value bərabərdir. Fərz eləyək ki, dostlar, date serial vasitəsilə 2025-ci il 1-1. Yəni 1 yanvar 2025-ci ildə bu adam, yəni bu işçi işə qəbul olmuş olsun. Və dostlar, run düyməsinə bastığımız anda fikir versəniz, nə baş verir dostlar? Yenə eyni qaydada sütunların yeri, yəni düzgün şəkildə oturmamış oldu. Dostlar, səbəbi nədir? Gəlin baxaq. Əslində biz kodda, təbii kodun özünə məlumatı əlavə etmişik. Lakin dostlar, ikinci sütundan sonra biz axı bu ad soyad, ikinci sütunu əlavə etdikdən sonra ad soyad və s. departament sütunları da hər biri bir vahid sağa sürüşmüş oldu, düzdürmü? Eyni qaydada Excel-ə sürüşdüyü üçün də təbii ki də biz kod içərisində də bunu sürüşdürməliyik. Hər bir ədədin üzərinə, hər bir sütun ədədin üzərinə nə gəlməliyik? Bir dənə, yəni ədəd, yəni bir vahid artırmalıyıq. Dostlar, bu günləri biz burada təbii ki də rəqəm ilə bunu ifadə etmişik. Yəni, bu hərf ilə də ifadə eləyə bilərdi. Yəni ki, hər bir sütunun o hərfini də A, B, C, D, E, F, C yenə fərq etməz. Elə də etsək, hər birini bir hərf artırmalı idik. Belə olduğu təqdirdə dostlar, fikir versəniz, hər bu bir dənə subprosedurdur. Yəni, bu add əməliyyatıdır, insert əməliyyatıdır. Bunun read ola bilər, yəni bu cədvəli oxumaq ehtiyacı ola bilər, delete əməliyyatı ola bilər, həmçinin update əməliyyatları ola bilər. Biz sırf bir dənə sütundan ötürü gərək digər subprosedurlarda da bu updateləri, bu düzəlişlərimizin hamısını edək. Hələ daha da irəli getmək gərəkirsə, yəni burada hələ sözün belə baxanda 6-7 dənə sütun var. Bu sütunların sayı daha da artıq ola bilərdi. Və s. və hər dəfə fikir versəniz, dostlar, biz daha çox iş görməyə məcbur oluruq. Hətta bunun içərisində biz, dostlar, yəni insan faktorundan qaynaqlanan müəyyən səhvlər də eləyə bilərik. Bu səbəbdən, dostlar, əslində bu üsulda bir problemin olduğunu hər birimiz artıq başa düşürük. Yaxşı, dostlar, bu zaman biz bu əməliyyatı inam vasitəsilə necə daha asanlaşdıra bilərik? Gəlin ona baxmağa çalışaq. Dostlar, bunun üçün, ümumiyyətlə, təbii birbaşa inam yazıb, mən istəmirəm daha da videonu çətinləşdirək. İlk öncə istəyirəm ki, kiçik də olsa bir inam necə çalışır, inam hansı xassəyə malikdir, onun haqqında kiçik bir, deməli, bu hissədə, yəni videonun bu hissəsində müəyyən örnəklərə, nümunələrə baxmağa çalışaq. Bunun üçün, dostlar, bir modul əlavə edəcəm. Elə yerindəcə bu modulun adını employee adında, yəni enum employee adında bir modul yaradacağım. Və bu dostlar, bu modul daxilində isə sırf bu modulu enum üçün ayırırıq artıq burada. Və burada public enum bu şəkildə yazılacaqdır və hər bir dəyişən olsun və ya digər elementlər olsun, hamısının adlandırılması olmalıdır. Bu adlandırma da enum üçün olacaqdır employee. Dostlar, qabağındakı i artıq təsəvvür, yəni təxmin edirsiniz ki, enumun i'sidir və end enum'ı bura yazmalıyıq. Dostlar, baxın, bu iki kod bloku arasında yazılmış. Sanki
public sub public function oxşamırmı? Əslində eyni şeydir. Public inam olacaqdır. Həmçində n inamı mütləq şəkildə olmalıdır. Və dostlar, bunun artıq içərisinə biz müəyyən dəyişənləri, hansı ki konstant olan dəyişənləri biz artıq burada yazmalıyıq. Dostlar, burada 2 dənə sözdən istifadə etdim. Fikir versəniz, konstant olan bir dəyərlər yazacağıq və hətta işin başında enamın tərifində mən nə demişdim? Enam constant integerlar toplusudur. Baxın dostlar, elə bu tərifdən yola çıxaraq gəlin konstant nədir, niyə konstantdır və yaxud da ki, niyə integerdir? Bu suallara cavab axtaraq həmçinin enamın da necə çalışdığına biz bir baxmağa çalışaq. İlk konstantımız olsun bizim üçün. Fərz edək ki, bu bir gender, yəni bir öz cins dəyərlərini özündə tutur. Yəni ki, gələk male yazaq, digərinə female yazaq. Aşağı düşdükcə nöqtə vergül, yəni və s. kimi o işarələrə ehtiyac yoxdur, simvollara ehtiyac yoxdur. Bu şəkildə həmçinin bir dənə əlavə eləyək, biraz daha artıq olsun deməli sayları və female, male, female və unknown olaraq qalmış olsun. Baxın dostlar, bu yazılan dəyərlər bir konstantdır. Həmçinin özündə isə bir ədədi saxlayır. Bəs yaxşı, biz bu ədədə, həmçinin bu konstanta necə çataq və bunlar ilə necə çalışaq? Dostlar, bunun üçün public subject test adında bir subprosedur yaradacağam. Və dostlar, aydın məsələdir ki, mən bu maila birbaşa müraciət etməyim üçün mütləq şəkildə bu enamının adından istifadə etməyim yaxşıdır. Və dostlar, employee deyəcəm. Və nöqtə kliklədiyim zaman fikir verirsəniz dostlar, male, female və həmçinin də unknown'u görmüş ola bilərsiniz. Yəni mən bunun içərisində nə yazmışamsa, mənim qarşıma seçim olaraq gəldi çatdı. Dostlar, misal üçün male'ı seçəcəm. Bəs yaxşı, bu male ilə biz nə iş görək? Desəz ki, gəlib burada mən buna bir 5 ədədini dəyişən kimi, yəni sanki bir dəyişəndir. Mən buna 5 ədədini assign etmək istədiyim zaman nə baş verir? Dostlar, run düyməsini kliklədiyimiz zaman baxın hansı xətanı verdi. Assignment to constant not permitted. Yəni ki, konstanta, assignment etməyə icazə verilmir. Artıq biz burada bir sübut etmiş olduq ki, bunun içərisində yazılmış olan dəyərlər dəyişəndən fərqli olaraq bir konstantdır. Yəni ki, dəyişdirilməyən, sabit olan bir dəyərlərdir. Bəs yaxşı, buna əgər biz hər hansı bir dəyər əlavə edə bilmiriksə, bunun əvəzinə biz heç olmasa onun içərisində saxladığı dəyəri biz götürə bilərikmi? Gəlin baxaq. Dostlar, bunun üçün isə mən buradan mail'ı, yəni qabağındakı 5'i təmizləyəcəm. Bunun qabağına isə debug print olaraq bir dəyər yazmış olsun. Daha doğrusu bir kod yazaq və immediate Windows'unda, yəni bu immediate pəncərəsində görməyə çalışaq. Və dostlar, run düyməsinə bastığımız zaman, baxın bu bizə 0 dəyərini qaytarmış oldu. Biraz da yoxlayaq. Female yazacağım bura və run dediyimiz zaman 1, həmçinin isə unknown dedikdə isə və run dedikdə isə 0, 1, 2, yəni unknown isə 2 olduğunu görə bilərsiniz. Artıq biz bu yazılışdan yola çıxaraq deyə bilərik ki, male özündə 0'ı, female özündə 1'i, həmçinin də unknown isə özündə 2'ni saxlayacaqdır. Fikir verirsiniz dostlar, nəyə oxşayır sizcə? Sanki bir indeksləməyə, array'in indeksləməsinə bənzirmi? Default olaraq özündə male 0'dan başlayır, female və unknown isə 2'ye qədər davam edir. Artıq dostlar, biz buradan başa düşürük ki, biz misal üçün employee nöqtə, male, female və digərlərinə müraciət etdiyimiz zaman o bizə bir ədəd, bir dəyər qaytarır. Dostlar, baxın, əslində bizim mövzu ilə, yəni inamın bizim cədvəldəki sütunlarla ilə əlaqəsi də elə buradadır ki, biz bax bu dəyərlərdən, o ədədlərdən istifadə edərək biz sütunlara, yəni sütun nömrələrinə demək, avtomatik şəkildə müraciət edəcəyik. Dostlar, biraz daha irəliyə gedək. Belə ki, male, female, unknown demişik. Misal üçün, bəzən bizim istifadəçilərimiz belə bir şey deyə bilər ki, mən male'ın 0'dan başlamasını, ümumiyyətlə, inamın 0'dan başlamasını istəmirəm. Başqa bir dəyərdən başlasın. Misal üçün, 1'dən başlasın. Bu zaman nə baş verəcək? Dostlar, qarşısına sadəcə 1 yazmağımız bizə kifayət edəcəkdir. Və dostlar, təbii ki, sıralı şəkildə olduğu üçün də, male 1 olduğu üçün, female 2, unknown isə 3 olmuş olacaqdır. Və dostlar, run düyməsini kliklədiyimiz zaman, baxın, yəni ki, unknown'un 3 olduğunu görə bilərsiniz. Yaxşı dostlar, bu belə 0'dan başlasın, amma bizim istifadəçimiz deyə bilər ki, female 0, 1 olmasın, yəni sıralı şəkildə davam etməsin. Bunun əvəzinə 5 ola bilərmi? Bu şəkildə və run düyməsini kliklədiyimiz zaman dostlar, female 5 olduğu üçün unknown isə nə çıxacaqdır? Təbii ki də 6 olaraq sıralı şəkildə çıxmış olacaqdır. Və dostlar, artıq siz
videonun bu hissəsində öyrənmiş oldunuz ki, inamın içərisində olan o konstant dəyərləri, özündə saxladığı dəyərləri, konstantın özündə saxladığı dəyərləri də həmçinin istədiyiniz kimi deməli idarə edə bilərsiniz. Yəni təbii ki də burada artıq gəlib də hər birinə fərqli dəyərləri də bu şəkildə yazdıra bilərsiniz və artıq siz həmin konstanta müraciət etdiyiniz zaman həmin dəyəri siz oradan əldə edə bilərsiniz. Yaxşı dostlar, o zaman düşünürəm ki, inam ilə əlaqədar ən azından bizim videoda bizə ehtiyac olacaq bütün məlumatları öyrəndik. Gəlin artıq yəni videonun əsas hissəsinə keçməyə çalışaq. Dostlar, mən bunların hamısını buradan təmizləyirəm bu şəkildə və dostlar, public inam içərisində, employee içərisində biz artıq burada öz sütun başlıqlarımızı saxlamış olacağıq və deyəcək ki, ID olsun, həmçinin burada start date olmuş olsun və first name olsun, last name, həmçinin department, həmçinin salary, həmçinin gender olmuş olsun. Və dostlar, fikir versəniz, bütün sütun başlarının hamısını sıralı şəkildə yazmış oldum. Artıq bayaqki testi düşünürəm ki, etməyə gərək yoxdur. Artıq hamımız bilirik ki, yəni ID sıfırdan başlayır və 0, 1, 2, 3, 4, 5, 6 gender olaraq devam edir. Lakin dostlar, axı bizim sütunlarımız sıfırdan başlamır. Bizim sütunlarımız 1-dən başlayır, düzdürmü? Yəni A sütunu bizim üçün birinci sütundur. O səbəbdən dostlar, gəlib də burada ID-in qabağına 1 yazmağımız bizə vacibdir ki, yəni əks təqdirdə hər dəfə gərək +1 və s. kimi yəni toplumlardan istifadə edək. Artıq ID 1 olduğu üçün digərləri də 2, 3, 4, 5, 6, 7 və 8, daha doğrusu 7 olmuş olacaqdır. Dostlar, bu şəkildə inamımızı yaratdıq. Gəlin indi eyni qaydada bu inamı da main cədvəl modulunda olan bu sub prosedur içərisində istifadə edək. Artıq bax bu 1, 2, 3, 4 digər, yəni bu sütun nömrələrinin əvəzinə artıq təxmin edirsiniz ki, employee içərisində olan, misal üçün birinci mənim üçün ID-dir. Həmçinin dostlar, ikinci mənim üçün nə olacaqdır? Burada start date olmuş olacaqdır. Start date deyək. Və dostlar, bunu yaza bir məsələni demək istəyirəm. Fikir versənizsə, biri var 1, 2, 3, 4 və s. yazaq. Bir də var onun əvəzinə birbaşa elə employee first name və s. employee tutaq ki last name ola bilər. Hansı ki bu daha əslində açıqlayıcıdır. Ən azından 5-6-ya baxanda biz hardan bilə bilərik? Əzbərdə təbii ki, hər dəfə yadda saxlaya bilmərik ki, tutaq ki 5 bizim üçün departamentdir, 6 bizim üçün salarydir və s. Hansı ki, bax burada belə hətta o bizə kodu oxumağımıza daha çox köməklik göstərəcəkdir. Və dostlar, gender də əlavə edirəm və işim tamamlanır. Baxın dostlar, artıq gəlin bu şəkildə də bir add employee etməyə çalışaq. Görə həqiqətən də bizim dəyərlərimiz yerinə oturacaqmı? Və run düyməsinə kliklədiyimiz zaman, baxın dostlar, hər bir dəyəri öz deməli sütununa oturmuş oldu. Yaxşı, biraz da qabağa gedək dostlar. Bayaqki əslində o problemi indi gəlin enam vasitəsilə bayaqlarımız ədədləri artıraraq getdi. İndi isə enam ola-ola əgər biz yeni bir sütun artırası olsaq nə dəyişiklik baş verəcəkdir? Gəlin ona baxmağa çalışaq. Dostlar, belə bir hal baş verə bilər ki, start date-in yanına da bizim istifadəçimiz deyə bilər ki, is married adında bir dənə də sütun gəlsin. Hansı ki dostlar, normalda nə etməliydik? Sütunların nömrələrini artıraraq getməliydik. Artıq heç bir şeyə ehtiyac yoxdur. Sadəcə etməyimiz gerəkən odur ki, bu inamın özünə start date-dən sonra uyğun deməli sütunun adını yazırıq, is married deyək və gəlib də yenidən bu kodun özündə də uyğun sətirdə öz yeni əlavəmizi edirik və employee deyək, nöqtə is married sütununa nöqtə value, misal üçün yes olmuş olsun. Təbii ki dostlar, buradakı dəyərləri mən əlimlə manual yazmışam, amma təbii ki də bizim daha professional proqramlarda bunlar istifadəçinin deməli istifadəçi panellərindən, user formlardan və s. gəlir. O səbəbdən yəni bu şəkildə nəzərə almağınız burada xahiş olunur. Və dostlar, baxın, 2 dənə dəyişiklik elədim. Bir, employee içərisinə öz sütun başlığını əlavə etdim. Həmçinin dostlar, main cədvəlində də uyğun sətrə, yəni öz kodlarımı yazmış oldum. Artıq bundan başqa bayaqlar olduğu kimi bütün sətirlərdə, sütunlarda dəyişiklik etməyə gərək yoxdur və artıq run düyməsinə kliklədiyimiz zaman, baxın dostlar, bütün məlumatlar uyğun yerlərinə deməli oturmuş oldu. Dostlar, bir dənə də bir şey göstərmək istəyirəm həmçinin bu hissədə. Belə bir şey də ola bilər. Tək yəni sütun azaldıb və ya artırmaq deyil də, hətta sütunların yerini də dəyişmək olar. Məsəl üçün burada gender sütununa, düzdürmü? Bu deyə bilər ki, bizim istifadəçimiz bu gender gəlsin
izmaritdən qabaqda, yəni bir xeyli qabağa gətirsin. Biz normalda nə etməliydik? Yenidən o ədədlərin hamısını dəyişməliydik, o birisini yerə keçirməliydik və s. bir ton iş görməliydik. Əslində sadəcə görəcəyimiz artıq nə olacaqdı? Enam daxilində bir dənə bu genderi izmaritdən qabağa gətirmək olacaqdı. Və dostlar, main cədvəlində isə yenə eyni qaydasında bu genderi siz qaldıra bilərsiniz yuxarı, amma əslində burada artıq ehtiyac yoxdur. Çünki siz burada konkret rəqəmlərlə deyil də birbaşa genderin özünə, yəni enam vasitəsilə müraciət etdiyiniz üçün bu özündə zaten nəyi saxlayacaqdır? Ta ki, yəni 4 rəqəmini saxlamış olacaqdır. Yəni burada eləyə bilərsiniz, amma etməyə ehtiyac yoxdur. Hətta yer dəyişmədə bir dənə dəyişikliyə ehtiyac olduğunu da görə bilərsiniz. Və dostlar, run düyməsini klik etdikdən sonra baxın, uyğun sətirlərə və sütunlara məlumatların hamısı yazılmış oldu. Və dostlar, bu şəkildə siz enam vasitəsilə öz cədvəllərinizdə və proqramlarınızda daha sürətli, daha oxunaqlı, həmçinin dəyişikliyə, update-ə daha yatqın bir kod yazmağı təşkil edə bilərsiniz. Ümid edirəm ki, faydalı bir video oldu. Gələn videoda görüşənədək.